Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çayın, kofenin yanına çox dadlı qurabiyələrin hazırlanmasını sizinlə paylaşıram. Üstü xırçıltılı, içi yumuşaq, qat-qat, bol içlikli, çox dadlı bir şirniyyatdır. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 200 ml stəkanla ılıqdan biraz isti süt tökürəm. Üzərinə ılıqdan biraz isti bir stəkan da su əlavə eləyirəm. Bir dolu təpələmə xörək qaşığı şəkər tozu, yarım çay qaşığı da quru maya əlavə eləyəndən sonra bunları biraz qarışdırıram. Şəkər tozu ilə maya əriyəndən sonra qaba çay qaşığının 1/3 qədər duz, 1 paket 5 qram da vanil əlavə eləyib bunları da biraz qarışdırıram. Qarışdırandan sonra götürdüyüm unu hissə-hissə əlavə eləyib xəmir yoğururam. Əvvəlcə unun bir hissəsini əlavə eləyib çırpıcı ilə qarışdırıram. Artıq çətin olduqda qalan unu əlavə eləyib xəmir yoğururam. Xəmir nə çox bərk, nə də çox yumuşaq olmamalıdır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi növünə görə dəyişə bilər, az ya da çox ola bilər. Xəmiri yoğurandan sonra mayalamıram. Elə videoda göstərdiyim kimi yoğurduğum xəmiri un səpdiyim dəzgahın üstünə qoyuram. 1-2 dəqiqədə dəzgahın üstündə yoğurub bir kündə halına gətirirəm. Xəmiri yoğurandan sonra gözlətmirəm, elə xəmir kəsəndən 4 bərabər yerə bölürəm. Kəsdiyim xəmir parçalarından götürüb əlimlə yuvarlayıb kündələr tuturam. Kündələri un səpdiyim boşqaba yığmışam. Üstün örtüb bir 10-15 dəqiqə kündələrin düşməsini gözləyirəm. Yaymaları açmaq üçün ərzaq qabında yarım stəkan un götürmüşəm. Üzərinə bir xörək qaşığı da qarğıdalı nişastası əlavə edib qarışdırıram. Hazır kündələrdən un səpdiyim dəzgahın üstünə qoyuram. Üstünə də biraz nişasta qarışıqlı undan əlavə edib yayıb yayma açıram. Nə çox böyük, nə çox kiçik, təxminən 27-28 sm diametri olan yaymalar yayıb açıram. Yaymanı açandan sonra qatlayıb qoyuram bir kənara. 4 kündənin 4-ünü də elə bir-birinin ardıncan yayıb, qatlayıb qoyuram bir kənara. Dəzgahın üstünə biraz bitki yağı töymüşəm. Dəzgahın üstünü biraz yağlayıram. Yaymalardan birini yağladığım dəzgahın üstünə qoyuram. Ara qatları yağlamaq üçün 100 qram ərinmiş kərə yağı götürmüşəm. Üzərinə 50 qram da bitki yağı əlavə edib qarışdırıram. Yay qarışımından fırça ilə yaymanın üstünə hər yerinə yağ çəkirəm. Yağlayandan sonra ikinci yaymanı qoyuram. Onun da üstünə yağ çəkirəm. Açdığım yaymalar bitənə qədər üst-üstə yığıb aralarına yağ çəkib üst-üstə düzürəm. Sonuncu 4-cü yaymanı da qoyandan sonra onun üstünə də yağ əlavə eləyib yağ çəkirəm. Bu qaydada hazırlayandan sonra üstün örtürəm. Elə dəzgahın üstündə bir 20 dəqiqə gözlədirəm. Bu arada içliyi hazırlayıram. İçlik üçün 1 stəkan qovrulmuş rondodan keçirdiyim fındıq götürmüşəm. Üzərinə 3 yemək qaşığı kakos, 6 xörək qaşığı şəkər tozu əlavə eləyirəm. 2-3 yemək qaşığı da istənilən cem əlavə eləyib qarışdırıram. Mən şaftalı cemi əlavə elədim. Siz istədiyiniz cem, mürəbbə suyu, əlinizin altında nə varsa ondan əlavə eləyə bilərsiniz. Qarışdırıram, içliyi də hazırlayıb qoyuram bir kənara. Artıq demək olar ki, yaymalar yağı özünə çəkib daha da yumuşalıb. Oxlovla yaymıram, elə videoda göstərdiyim kimi əlimlə ortadan kənarlara doğru üstündən bastıraraq genişləndirirəm. Yaymalar yağlı olduğu üçün çox rahatlıqla da
çəkib istənilən şəkildə genişləndirmək olur. Əlimlə sıxaraq 4 gün şəkildə yaymaları böyüdürəm. Böyüdəndən sonra xəmir kəsəndən təxminən 4 barmaq enində hissələrə kəsirəm. Kəsdiyim xəmir parçalarından birini videoda göstərdiyim kimi əlimlə üstündən bastıraraq biraz eninə, bir də uzununa doğru sıxaraq həm uzadıram, həm də biraz da eninə genişləndirirəm. Hazırladığım işlikdən xəmirin bir tərəfindən qoyub, xəmirin bir ucunu üstünə gətirib, 1-2 dəfə üst-üstə büküb 3 gün şəkil verirəm. Bükəndən sonra xəmir kəsəndən kənarından kəsib, belə qurabiyələr hazırlayıram. Hamısını eyni qaydada bir tərəfinə içlik qoyub, xəmiri üstünə gətirib, xəmiri 1-2 dəfə büküb, üstünə gətirib, şirniyyatı hazırlayıram. Qurabiyə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Bir hissəsini 3 gün şəkildə hazırlayıram. Bir hissəsini də elə bir tərəfdən içlikdən qoyub, rulon kimi büküb uzunsov şəkil verirəm. Eyni xəmirdən 2 fərqli görünüşlü qurabiyələr hazırlayıram. Sizə hansı rahatdır, o üsulla da hazırlaya bilərsiniz. Hazırladığım qurabiyələri yağlı kağız sərdiyim formalara düzmüşəm. Üstün örtüb bir 15 dəqiqədə yerində gözlədirəm. 1 ədəd yumurta sarısına 1 çay qaşığı süd əlavə eləyib qarışdırmışam. Yumurtalı qarışımdan qurabiyələrin üstünə çəkirəm. Bu qaydada hazırlayandan sonra 180 dərəcəlik sobada üstü qızarana kimi bişirirəm. Digər qurabiyələri də eyni qaydada yumurta sarısı çəkib sobada bişirirəm. İki qurabiyələrim də artıq bişib, sobadan çıxartmışam. Çox yaxşı qızarıb, çox gözəl qurabiyələr alınıb. Xəmiri bu qaydada hazırlayıb istənilən fərqli içliklərlə də bu şirniyyatdan hazırlamaq olar. Qozlu, kəsmikli, şokoladlı, fərqli içliklərlə belə gözəl qurabiyələr hazırlaya bilərsiniz. Qurabiyələr soğuyandan sonra zövqə görə üzərinə şəkər pudrası da səpmək olar. Üstü xırçıltılı, içi yumuşaq, çox dadlı, çay süfrəsinə yaraşan ləzzətli qurabiyələr alınıb. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.